Dostlar, hamıya salam, ümidvaram yaxşısınız. Mən Fuad, növbəti preview videomla qarşınızdayam. Bugünkü mövzumuz Barselonanın Çempionlar Liqasındakı Benfica'ya qarşı oyunu haqqında olacaq. Məncə birinci oyundan sonra artıq yetərincə qədər stres yaşamışıq və doğrudan da çox böyük çətinliklə olsa da qalib gəlməyə bacardıq və burada ümumən bütün komandaya təşəkkür etmək lazımdır. Başda Wojciech Szczesny olmaqla çox möhtəşəm oyun keçirtdi, çox möhtəşəm performans göstərdi Polşalı qapıçımız və bir daha sübut elədi ki, hal-hazırda Barselonanın çərçivəsini qorumağa tam layiqdir. Bəli dostlar, biz Benfica'ya qarşı ilk oyunda demək olar 70 dəqiqə azlıqda oynadıq və bu özü çətin bir sınaq idi Barselona üçün və biz bu sınaqdan üzü ağ çıxdıq və gözəl nəticə ilə İspaniyaya qayıtdıq və hal-hazırki cavab qarşılaşmasına çox necə deyim, rahat deməyim, belə yaxşı bir üstünlüklə başlayacağıq. Hesabda irəliləyik və belə deyim ki, tələsən bir yerimiz yoxdur və hal-hazırda Benfica özünü göstərməlidir, nəinki Barcelona və məncə Filik bunu çox gözəl bilir. Filik cavab qarşılaşması üçün məncə gözəl planlar hazırlayıb. Ən azından Barselonanı bu oyunda mən sırf olaraq əks hücum taktikasında oynayan bir komanda olaraq görəcəm. Demirəm ki, yəni Barsa tamamilə topu rəqibə verib öz qapısına sıxışacaq. Yox. Sadəcə olaraq Barselona tam olaraq 100%-lı heyətlə, 100%-lı hücum xətti ilə hücum etməyəcək, mənə elə gəlir. Çünki tələsmək lazım deyil. Benficanı tələlərimizə salmalıyıq. Benficanı tələyə salıb lazımi yerdə öz gücümüzü göstərməliyik. Və açıq-aşkar bilinir ki, yəni Benfica bu oyunda sırf olaraq hücum futbolu oynayacaq. Benfica müdafiə olunmayacaq. Bu açıq-aşkar bəllidir. Və belə bir şey demək istəyirəm. Benfica'nın əsas heyət oyunçularından biri olan Carreras bu oyunda iştirak etməyəcək. Sarı vərəqə limitinə çatıb oyuncu. Bizdən isə əsas mərkəz müdafiəçilərimizdən olan Pau Kubarsi bu oyunu buraxacaq. Qırmızı vərəqə aldığı üçün. Düzün desəm Pau Kubarsinin yoxluğu, bəli, komandaya mənfi təsir göstərə bilər. Çünki komandanın hal-hazırda nominal olaraq sütunudur müdafiədə. Əvəz edilməz bir oyuncusudur. Amma Araujo və Inigo Martinez məncə bu sınağın öhdəsindən gələcəklər və komandamızda müdafiədə heç bir səhv buraxmayacaqlar. Belə ümid edə bilərik. Biz yenə də bunu bilirik ki, Barcelona o komandadır ki, rəqibləri ona problem yaşada bilməyəndə o öz-özünə problem yaşadır. Buna artıq öyrəşmişik. Ümid edək ki, bugünkü bu oyunda belə bir force major hadisələr baş verməyəcək və uğurlu bir nəticə ilə, gözəl bir hesabla 4-1 final mərhələsinə yüksələcəyik. Mən belə deyim, Barcelona öz evində tam başqa cür futbol oynayır, səfərdə tam başqa cür futbol oynayır və biz bilirik ki, Benfica çox belə aqressiv komandadır, çox belə tez təslim olan komanda deyil və biz bu komandaya qarşı səfərdə 2 dəfə oynamışıq bu mövsüm və hər iki oyunda çətinliklərlə üzləşmişik, amma buna baxmayaraq hər iki oyunda qalib gəlmişik. Amma belə deyim, məncə burada Benfica'nın heç bir şansı yoxdur. Məncə İspaniyada Benfica heç nə edə bilməyəcək. Çünki Barsa öz evində Benfica'ya şans verməməlidir. Bu qədər sadə. Və yenə də deyirəm, püşqatma bizim üzümüzə gülüb və bizim üçün çox gözəl bir püşqatma olub və bizim Benfica'dan sonraki yolumuz belə çox rahat yoldur. Bəli, Çempionlar Liqasında rahat yol olmur. Bəlkə bununla razılaşarsınız. Amma digər top klublara baxdıqda bizim yolumuz daha rahatdır və daha asandır. Və biz bu yolla, bu püşqatma ilə azı finala qədər irəliləməliyik. Azı finala qədər irəliləməliyik. Bu oyunumuzla, bu taktikamızla, bu stilimizlə azı final görməliyik. Və finalda da ümid edirəm ki, komandamız qalib gələr. Mən doğrudan da komandaya inanıram. Komandaya güvənirəm ki, komandamız bu il Çempionlar Liqasının finalına yüksələcək.
Bunu mən hiss edirəm. Belə 6-cı hissim bunu mənə deyir. Görək yaxşı olar. Sırf olaraq bu oyunda mən biraz Yamaldan təhlükə gözləyirəm. Nə mənada təhlükə gözləyirəm? Bildiyiniz kimi Barselonanın 3 oyunçusu Lamine Yamal, Ansu Fati və Alex Balde hal-hazırda Ramazan bayramına görə oruc tutublar. Oruclu haldadılar. Allah oruclarını qəbul etsin. Və özümüz də gördük ki, birinci oyunda Lamine Yamal yaxşı fiziki formada deyildi. Nəzərə alsaq ki, Yamalın yaşı bir o qədər də çox deyil və fiziki cəhətdən bir o qədər də güclü oyunçu deyil Yamal və onun neçə saatlardan ac qalması onun performansına az da olsa təsir göstərmişdi. Və Flick çox yaxşı bir seçim eləyərək onu oyundan çıxartdı və məncə komanda üçün daha yaxşı oldu bu əvəz etmə. Deyirlər güya ki, özü də əsəbləşmişdi bu əvəz etmədən, razı deyildi, amma ola bilər indi yaşı azdır, oynamaq istəyir, özünü göstərmək istəyir hər oyunda. Amma bunu da başa düşmək lazımdır ki, yəni bu vəziyyətdə, oruclu vəziyyətdə o daim olaraq 100% konsentrasiya ilə, 100% fiziki forma ilə hər oyunu oynaya bilməz. Və buna görə məncə Yamal birinci hissədə məncə oynamasa belə, ikinci hissədə onu oyuna salmaq olar. Belə bir maraqlı bir addım atmaq olar. Bu mənim sırf olaraq mənim subyektiv bir təklifimdir. Və yaxud Yamalı birinci hissədə oynadıb lazımi nəticəni əldə etdikdən sonra ikinci hissədə onu əvəz etmək olar. Amma bir nüansı da qeyd etmək istəyirəm. Bildiyiniz kimi Barselonanın bu həftə, yəni bu həftə deyəndə keçən həftə La Liqanın 27-ci turu çərçivəsində olan o Osasuna ilə olan oyunu çox pis bir xəbərə görə, çox pis bir hadisəyə görə ləğv olundu və təxirə salındı. Bildiyiniz kimi Barselona futbol klubunun baş məşqçilərindən, üzr istəyirəm, həkimlərindən biri, baş həkimlərindən biri Carlos Minero oyundan öncə qəfil vəfat etdi. Allahdan rəhmət diləyirik bizim həkimimizə. Doğrudan da çox belə kədərli bir an oldu bizim üçün. Və bu haqqda daha ətraflı mən növbəti podkast çəkilişimdə danışacağam. Və bəli, bu necə deyim, bir neqativ hadisədən sonra komandanın oyunu ləğv olundu, amma bu digər cəhətdən bu oyunun ləğv olunmasının bir müsbət cəhəti oldu ki, komanda üçün komanda maksimal olaraq dincəldi. Komanda oyunu ləğv olundu və həmin oyunda sərf edəcək gücləri özlərində qaldı və Benfica ilə oyuna tam gücləri ilə, tam enerji ilə hazırlaşıb maksimum nəticə göstərə bilərik. Sadəcə olaraq burada bir sual yaradır məndə. Bilmirəm indi sizdə də var yoxsa yox. Mən bilmirəm indi komanda psixoloji olaraq bu oyuna necə hazır olacaq? Çünki bu sarsıdıcı xəbərdən sonra əgər komandada az da olsa psixoloji olaraq çökmə olarsa, yəni bir özlərinin psixoloji olaraq narahat hiss edəcəklərsə, bu bizə çox böyük problemlər yaşada bilər. Amma məncə komanda özünə gəlməlidir. Bu elə bir şeydir ki, hamının başına gələcək, hamının başına gəlir və komanda bu hadisədən stresə düşüb Benfica ilə oyunda səhvlər buraxmamalıdır. Bu mənim üçün önəmli bir nüansdır. Və ümid edək ki, komanda Benfica ilə oyunda yaxşı nəticə göstərəcək, yaxşı oyun göstərəcək və 4-1 final mərhələsinə yüksələcək. Buna komanda məcburdur. Çünki başqa yol yoxdur, dostlar. Yəni mən belə bir necə deyim, məlumatmı deyim, sadəcə olaraq belə bir fikrimi bildirim. Yəni, əgər Barselona doğrudan da əgər Benfica səttini aşa bilməsə, hansısa bir sürpriz baş versə, Benfica qalib gəlsə Barselonaya, özdə Manjuikdə, yəni bu doğrudan da biabırçılıq olar Barselona adına. Doğrudan da yəni təsəvvür edə bilmərəm nələr baş verə bilər. Çünki bu heyətlə, bu oyunla, bu sistemlə Barselona istənilən rəqibi məhv etmək gücündədir. Və bu oyunda sürprizə yol vermək olmaz. Və mən neçə illərdir ki, Barselona azarkeşiyəm və mən bilirəm ki, Barselonanın çox pis bir mənfi xüsusiyyəti var.
Barselona həmişə vacib oyunlarda nəsə uşaq səhvləri eləyir. Çox yersiz səhvlər eləyir. Çox yersiz müdaxilələr eləyir oyuna. Sadə bir oyun, sadə bir epizodu nəzərinizə çatdırım. Elə keçən mövsüm Barselona PSG oyunu buna bariz nümunədir dostlar. Arauxon elədiyi o qayda pozuntusu sadəcə olaraq buna bir nümunədir. Lazım olmayan bir yerdə, lazım olmayan bir vaxtda Arauxo son ümid futbolunu eləyir və komandanı pis vəziyyətdə qoyur. Kubarsi də belə bir şey elədi, amma Kubarsini başa düşmək olar, ən azından təcrübəsi yoxdur və riskə getdi o, risk eləmək istədi. Amma alınmadı. Ümid edirəm belə bir şeylər olmaz, belə bir şeylər bizi gözləməz və komanda yaxşı nəticə ilə 4-1 finala vəsiqə qazanar. Mənim hesab təxminim belədir ki, ya 2-1 və yaxud 3-1 deyərək mən bu oyunu görürəm və yaxud 3-0 belə də ola bilər. Siz də öz hesab təxminlərinizi şərhlərdə yaza bilərsiniz, öz fikirlərinizi bölüşə bilərsiniz. Maraqlı suallarınız varsa, suallarınızı qeyd edə bilərsiniz. Mən o sualları növbəti podkast çəkilişlərimizdə və yaxud preview çəkilişimdə səsləndirib cavab verə bilərəm. Və belə maraqlı bir kontent yarada bilərik. Belə dostlar, bugünkü preview videomuz sona çatdı. Diqqətinizə görə təşəkkür edirəm. Sabahki oyunda hamınızı maksimum dərəcədə həvəsli gözləyirəm oyunda. Oyun haqqında yenidən təkrardan fikirlərinizi şərhlərdə bildirə bilərsiniz. Hamınıza uğurlar. Sağ olun dostlar.